Dəyərli izləyicilər, bir daha salamlayırıq. Qəhrəmanlar deyər Biləsuvardan. Hardan bizi izləyirlər? Dünyanın hansı bölgəsi? Dünyanın hər yerindən, bölgələrin hansı bir yerlərindən izləyirlərsə salam olsun deyirik. Bu günləri vətən uğrunda canından keçən, tək vətən sağ olsun deyən Elçin Tağıyevin adına verilən evdir paytaxt Bakıda. Bura Xocasən həqiqətən də bir qürur vericidir ki, Elçin Tağıyevin adına olan evdə olmaq. Elçin Tağıyev əsli qəhrəmanlar deyər, Biləsuvardandır. Biləsuvarlı olaraq sinəsini qarşıya verib, şücaət göstərib, torpaqların azadlığı uğrunda, peki vətən sağ olsun deyib, ailəsinin, övladın, Dəryannur balamızda bu dünyada əmanət qoyub, təki vətən sağ olsun deyib. Hətta elə bir qəhrəman, igid oğul olub ki, dəyərli izləyicilər, dediyim kimi, hər zamandakı kimi bizim Elçin Tağıyev əsgərlərdən öncə sinəsini qarşıya verib, irəli gedən komandirlərdən olub. Vallahi, bugünkü günə də şücaətindən danışırlar Elçin. Bugün biz də özümüzə borc bildik. Elçin Tağıyevin ocağında olaq. Qardaşımız, Yalçın qardaşımızın qarşısında baş əyirik, özü də hərbçidir. Bu gün də bizim vətənin keşiyində duran qardaşdır. Dəryannur bizim dəyərli balamızdır. Qarşısında baş əyirik, şəhidimizin əmanətidir. Yalçın, bizim həmişə, yəni hər bir tədbirdə Dəryannur balamız şeir deyir, şəhidimiz Elçin Tağıyev. İstərdik ki, elə ilk şeirinlə başlasın. Buyur. Salam, mən Tağlı Dəryanur, Qarabağ Ordeni şəhid kapitan Tağıyev Elçinin qızıyam. Atama əsir olmuş bu şeiri sizə təqdim edəcəm. Mural qayaların bir-bir aşanda, sağ qalmaq haqqında düşünmədin sən. Sisli meşələri şir tək coşanda, bir anlıq olsa da üşənmədin sən. Mərd ellər şəninə nəğmə qoşacaq, şan dövlətin sənin dağlar aşacaq. Vət etdiyin dağda çaylar coşacaq, heyib bu çayların suyunu içənmədin sən. Bizdən daha yaxşı gördün əslində, mən niyə belə bir qəflətə düşdüm? Vətən köksündəki xarı bülbülü hamıdan birinci qoxladın əhsən. Kəlbəcərdə ad günü keçirək dedin, gələnə Şuşaya köçərik dedin. Bəs niyə bunları bizsiz eylədin, yoxsa bizi yormaq istəmədinmi sən? Şəhidlik cərgəsindən geri qalmadın, Məhəmməd balanın ətrini almadın, bəs ananı necə yada salmadın? Vətəni anadan çoxmu sevirsən? Doğru düşünürsən, doğru qərardır. Vətəni sevməyən ananı sevməz, hər canlının sonu bir gün məzardır, canını vətənə qurban etmisən. Ata sən şəhidsən, şəhidlər sağdır, Allah yanındasan, üzümüz ağdır, Kövsər bulağının yanındasan sən, İmam Hüseynimin qonağısan sən. Çox sağ ol qızım, var olasın, Allah sana var versin, təşəkkür edirəm. Bugün həqiqətən qürur vericidir, gözəl vətənpərvər şeirinlə, həqiqətən. Atası vətən üçün canına keçdi, qızı da qızımız olaraq gözəl şeirlərindən, vətənə aid, atasına aid. Həqiqətən də bax görün, dəyərli izləyicilər, çəkilişlə görün. Bax bugün şəhidlərin övladları ancaq atalarına şeir qoşaraq, atalarına şeir deyərək təsəlli tapırlar. Zaman keçsə də biz şəhid ailələrin yanında olmalıyıq. Bax, elə olanlar var, bugün elə var ki, deyir, məndən başqa yoxdur, mən varım, dövlətim. Vallahi, onlar boş şeylərdir. And olsun Allaha. Dəryannurun atası Elçin Tağıyev və onun simasında şəhidlər olmasaydı, o var dövlət sənə qalmaz. O ailən, uşağın sənin yanında olmazdı. Ona görə çalışalım, haqqı boynumuzda olan, başımızın tacı olan, əməlimizdə onları göstərəyin şəhid övladlarına, əməlimizdə onları göstərəyin şəhid ailələrinə ki, bugün bilin, siz tək deyilsiniz deyəyim. Çünki şəhid anası, şəhid atası, gözləri yoldadır, qapını kimlər açar. Bugün şəhid balası, şəhid övladı yol gedərkən bir uşaq atasından gedəndə onun ürəyində hansı hissləri, vallahi sizlər də, bizlər də nə qədər çalışsaq da o uşağın içindəki hissi biz bilə bilmərik. Ona görə çalışalım. Bugün o uşaqlar atasız qaldısa bizim azadlığımız uğrunda. O uşaqlar ataları canından keçdisə ana bacılarımızın, ailə uşaqlarımızın rahat yaşaması üçündür. Ona görə bugün Dəryannurun simasında bütün şəhid övladlarının yanında olmaq, şəhid anaların yanında olmaq, əllərindən öpüb qarşılarında baş əymək hər bir Azərbaycanlının borcudur. Vəsvəsindən asılı olmayaraq. Hansı vəsvədə olsun da belə, yenə də şəhid ailəsinin, şəhidin, qazinin, veteranın yanında boynun qıldan incədir. Çünki onların haqqı boynundadır. Və bu anda dərhal sözü veririk bizim dəyərli Yalçın qardaşımıza. Davam elə, buyur. Çox sağ olun, sağ qardaş, Akşin qardaş, siz də çox sağ olun ki, o boyda məsafəni edib gəlmişsiniz Biləsuvardan. Yəni, bizim xidmətimizdə durmaq üçün Allah sizdən razı olsun. Yəni, siz ki, bu cəmiyyətdə belə fərqindəlik yaradırsınız. Yəni, bizim dildən desək, yəni, maarif işi aparırsınız da, yəni, bu
şəhid və qazilərimizə ehtiramın, maarifin, nümunəsini göstərirsiniz də, yəni siz. Borcumuz. Yəni daha artığın eləmə qüdrətində olan adamlara göstərirsiniz ki, bizim əlimizdə bu gəlir, bunu eləyirik. Əlbəttə. Bu özü bir böyük bir işdir, böyük bir maarifçilik işidir ki, yəni vətənpərvərlik mövzusunda insanlara fərqindəlik aşılayırsınız siz. Yəni bunun qiymətin heç bir şeylə ödəmək olmaz. Allah sizdən min kərə razı olsun ki, yəni siz bu şeyin, yəni vətənpərvərlik hissinin ölməyinin qarşısını alırsınız bundan. Əslində qazilərimizə, şəhidlərimizə yəni qarşı hörmət və izzət, onların layiq olduğu hörmət və izzəti onlara geri vermək, yəni bu dövlətə, dövlətçiliyə olan bir köməyin bir parçasıdır. Yəni vətəndaş olaraq, bir cəmiyyət olaraq dövlətimizə bir dəstəyimizin nümunəsidir ki, sizin timsalınızda siz bunu göstərirsiniz, öz dövlətimizin köməyində durursunuz ki, dövlətə bu dəqiqə Cənab Prezidentimizin yəni həm xarici, həm daxili yəni qüvvələr var ki, fəaliyyətinə mane olmağa çalışırlar. Siz o fəaliyyətlərin qarşısında duran insanlardan birisiniz, öz köməyinizlə. Var olasın. Təşəkkür ederim. Dövlətimiz hər zaman, yəni xüsusən də Yaşad Fondunun sayəsində şəhid və qazilərə, şəhid ailələrinə və qazilərə həmişə tam dəstəyini göstərirlər. Var olsun. Amma təəssüflər olsun ki, bəzi qüvvələr dövlətlə qazilər, həssas qüvvələr arasında, həssas təbəqə arasında uçurum yaratmağa çalışırlar. İxtişaş yaradır. Bəli, bəli. Çalışırlar ki, bu şeylərə yol versinlər. Amma sizin kimi qardaşların sayəsində və bizim öz vəzifəsinin öhdəsindən gələn şərəfli məmurlarımızın sayəsində bunun qarşısı alınır. Və siz bu gün cəmiyyətimizə onu aşılayırsınız ki, qazilərimizə hörmət, onlara qayğı göstərməklə cəmiyyətdə göstərirsiniz ki, bunlar sayılıb seçilən insanlardır. Bunlara hörmət vacibdir, Əlbəttə. olunmalıdır. Əlbəttə. Əgər bu gün bu şeylər olunmasa, sabahsı gün öz, necə deyim, şəxsi rifahın fikirləşən insanlar və Bunları görəcək... hörmətdən salmaq istəyəcək. Gözdən salmaq. Hörmət deyəni gözdən. Evet, əlavə. Müşahidə edirlər ki, dövlətimiz məsələn qaziyə nə hörmət qoyur. Bu şeylər cəmiyyətdə aşılamağa çalışırlar. Qazilərə hörmət yoxdur, eləməyin. Yəni dövlətin arxasında dayanmayın. Cənab Prezidentin yəni əmrlərinə itaat eləməyin. Bu şeyləri aşılamağa çalışan qüvvələr var ki, qazilərimizin pis vəziyyətdə yaşadığını göz önünə sürərək, əslində sizin kimi qardaşlar cəmiyyətimizdə yəni qazilərimizin, şəhid ailələrimizin qulluğunda durmaqla göstərirsiniz ki, belə şeylər absurddur. Həm dövlət tərəfindən, həm millət tərəfindən. Təbii ki, millətin içərisində vicdanı olan millətdən söhbət gedir. Bəli. Vətən sevən, bəli, vətən şəhid sevən, qazi sevən. Xarici qüvvələrə qul olanların yox. Sırf Azərbaycanlı qanı daşıyan millətimiz şəhidinə də, qazisinə də hörmət edir. Çox cüzi bir miqdardır ki, o xarici qüvvələrin köləsinə çevrilən insanlardır ki, və şəhid və qazilərimizin pis gündə yaşadığını nümayiş etdirmək istəyirlər. Əslində elə bir şey yoxdur. Min şükür Allaha, hər şey öz qaydasındadır. Həm cəmiyyətimiz bizim vətənpərvər şəhidinə, qazisinə hörmət qoyan gözəl oğlanlarımız, gözəl bacılarımız həmişə şəhid ailələrinin və qazilərin qulluğundadır. Dövlətimizin də tam dəstəyi şəhid və qazilərimizin arxasındadır. Çox sağ olun, qardaş. Siz də cəmiyyətdə belə bir təbliğ işi aparırsınız. Borcumuzdur. Çox, bəlkə də fərqindəsiniz ya fərqində deyirsiniz, amma çox müqəddəs bir iş aparırsınız. Mənim tutduğum Allah iş... sizin əziyyətsiz yerdə qoymasın. Var olasın. Mənim, belə deyim, vəzifəm olmadan bir vəzifəm var ki, Allah tərəfindən verilib şəhid ailələrin yanında olmaq, qazi veteranların yanında olmaq və bu cür imkansız xəstələrin yanında olmaq. Valla, şəhidlərin ruh haqqı, belə deyim, namusumuz, qiliyyətimiz haqqı, biz xəstələrdən imkansızdan 1 manat qazanmadan təmənnasız xidmətlərindir, vasitəçilik edirik sağalmağına doğru və bu gün də 6 ildir ki, şəhid ailələrin yanıdır. Öz fortun var, bugünkü günə o fortun belə köhnəlsə də, pis günə düşsə də, yenə də son nəfəsində də şəhid ailələrin yanında oluruq, şəhid ailələrin yanında da olacaq və bu gün bizim dəyərli hacı yolun gedən hacılarımıza da eşq olsun, Hacı Füzuli sizə eşq olsun, təşəkkürümü bildirirəm. Var olasan bu günləri şəhid adı gələn yerdə o hacı həmişə ayağa qalxaraq deyir ki, nə qədər nəfəsim varsa, yəni bu
dünyada mənim olum var, dövlətim mənimdir. Əsas əməlimdir. Mülk Allah'ın. Bəli. Bu gün təşəkkürümüzü bildiririk ki, yəni Hacı Füzuliyə də bu gün var. Bura gəlməyə də bizə dəstək oldu, var olsun deyirik. Allah can sağ eləsin. Vəbşi, kim xeyirxalq işlərlə, kim Allah xatir işlər görürsə eşq olsun. Və bir daha da Dərya Nur xanım, siz bizim üçün dəyərlisiniz. Sizin inşallah gələcək uğurlu olsun. Amin. Ali məktəblərə girəsiniz inşallah. Aton adını yüksəklərdə tutasan. Nəinki aton adını, aton simasında vətən üçün canından keçən şəhidlərimizin adını hər zaman yüksəklərdə tutub. Bundan da artıq şeirlər bəstələyəsən. Biz sizlərlə fəxr edib qürur keçirdirik. Allah elçinin simasında bütün şəhidlərimizin ruhunu şad eləsin, qarşısında baş əyirik. Yalçın qardaşımız, sizinlə qarşısında baş əyirik. Bizim üçün canlı qəhrəman Allah olsun. sizdən razı Var olsun. olasın deyirəm. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Öpürəm. Mən buradan Hacı Füzuliyə də salamı göndərmək istəyirəm. Hacı bəzi, yəni çox hacılar görmüşük də, yəni Bəli, bəli. imkanı dəfələrlə qat-qat çox olan hacılar görmüşük ki, hər il deyirlər ki, məsələn mən o həcc ziyarətinə getməsəm nəsə elə bir kefim pis olur. Yaxınında, qohumunda, əqrabasında kasıblar, acından ölənlər ola-ola. Bu adam sadəcə olaraq o qafilənin içində olmaqdan Bəli. zövq alan hacıları tanıyıram ki, fərqində deyirlər heç nəyin. Nə öz ətrafındakının, nə dünyada olan hadisələrin fərqindədirlər. Özlərin. Sadəcə olaraq o həccə hər il 10.000 pul xərcləyir ha. Onun zövqünü yaşamaq üçün hər il həccə gedən insanlar tanıyıram ki, bir qəpiyin də xərcləmirlər. Dəqiq. Yəni nə xəstələrin yolunda, nə infaq eləmirlər kasıbların yolunda, nə qazilərimizin yolunda xərcləmirlər. Allah Taala Hacı Füzuli kimi qardaşlarımızın sayını çox eləsin, hacıdan örnək götürsünlər ki, Gözəl sözdir. bu dünyanın malı dünyada qalacaq. Heç Bizim kim, deyil. bəli, heç kim. Mülk Allahındır. Allahın verdiyi mülkü nə qədər çox onun yolunda düzgün xərcləsən, Allah Taala onun qat-qat artığını sənə geri qaytaracaq. Vallah verir, vallah verir. Və bir daha Hacı Füzulinin adını deməkdə bir söz sizə çatdırım. Həclərimiz var, and olsun Allaha reallıqdır. Əyləncədə, Dubayda, öz istirahətlərindədir. Adını həcci qoyub. Ancaq bu gün Hacı Füzuli adı həccidir, özü də həccidir. Və tutduğu yol da düzgün haqq yoludur. Və bu gün elə kişilərə eşq olsun deyirəm. Və bu gün də bir sözlə deyirəm ki, elə insanlarımız var, statusundan asılı olmayaraq, vəzifəsindən asılı olmayaraq, heç kimin arxasıca yalan yerə danışmayalım, heç kimin haqqına girməyəyin. Gəlin can deyib can işləyin. Vallah, Yalçın, bu dünyada can deyib can işləyir. Deyirlər, pis olmasa yaxşının gəlir. Vallah, o yalan söhbət. Elə hamı yaxşı olub, bir-birinlə yaxşı yaşasa, mehriban yaşasa, yaxşı günlər yaşasın. O gözəl günləri Allah verib 40 il 50 il. O ömrü gözəl sürək. Kiminsə qaynlığını çəkməyə, kiminsə haqqına girməyə, kiminsə yalandan, kiminsə haqqına girib, kiminsə bəzi sözlər danışmaya olur. Bu gün bir-birimizə ayağın altını qazmaqdansa bir-birimizə dəstək olaq. Çox sağ olun, Allah sizləri var eləsin. Bu gün də qəhrəmanlar deyəri Biləsuvardan paytaxt Bakının Xoca Həsən Bəyük gəlmişik şəhidimiz vətən uğrunda canından keçən Qarabağ ordenli Elçin Tağıyevin ocağında olduq. Allah ruhunu şad eləsin, ruhu qarşısında. Baş əyirik, bir daha növbəti şəhid ocaqlarında görüşməyi var olasın.